Salam değerli izleyicilerimiz. Bizim belə bir şəxsi evimiz çıxıb satışa. 2 otaqlı, dolu əşyalı, kondisioneri, qaz, su, işıq, mərkəzi kanal sistemi. Masada A5 yaşayış binasının tam yaxınındadır. Marşrutun arası 150 metr maksimum. Dolu evdir baba, elə sənə maşın girən həyəti. Hündür kürsüləri sacıraq. Belə də evin həyətində var bir 6-7'den çoxdur, yəni kraskası da belə qopu verir, yəni evdə problem yoxdur. Evimizin daxilinə girək. Və girişdə sağ hissədə, girən kimi sağda geniş bir hamam otağımızdır. Evimiz tam təchizat. Gördüyünüz kimi evdə nə görsəz qiymətə daxildir. Heç bir şey götürülməyəcək. Bax, kondisioner, bütün otaqların avtomat ayrı. Qonaq otağıdır, internet xəttidir, televizordur, pəncərəmiz düz kombi sistem radiatoruna qədər birbaşa maşın yolu buradandır. Geniş küçədə, yəni rahat maşın saxlayırsan, heç bir yoluna keçən maşına marşrut, yəni mənası törətmir. İndi ola bilər ki, bəzi divar kağızlar xoşunuza gəlməyə bilərdi, amma gür yaşa rahat evdir. Buraya yataq otağımızdır. Yatağın gözü belə bir əla bir taxçın şkaf yığılıb, paltar şkaflardır, bütün hamısı. Bu otağın da pəncərəsi buradadır. Gördüyünüz bütün əşyalar daxil. Evimiz satılır. Bu hissəsi mətbəximizdə əlavə səcaqlı şkaflarda yığdırlar. Bütün elektrik avadanları, bax, paltar yanından tutmuş, xaladinikinə qədər hamısı qalacaq. Hamısı bir gördüyünüz nə varsa qalacaq 50.000 manata. 2 otaq tam təchizat. Hər bir şey əl vurulmadan evi necə görürsünüz bu vəziyyətdə videoda saxlayın. Bu vəziyyətdə gələsiz alasız heç nədən evdən çıxarılmayacaq. 50.000 manatdır. Real alıcıya yəqin ki indirim olacaq. Əsas odur, gəlib evinə yerində tanış ola bilərsiniz. Evimiz həqiqətən normal qiymətdir. Komisi, kronomebeli, kombi aparatını gördüyünüz kimi bax, budur. Kroksunusu, 2 dənə kroksunusu var, kondisioneri. Dolu evdir də, dolu ev, gir yaşa, heç bir əlavə xərcdə tələb olunmur.